qeyd etdiyimiz gibi üçüncü izahımız natural ədədlərdir. Gəlin baxaq, bu natural ədədlər nədir və harada istifadə olunur? Natural ədədlər əşyaları sayarkən istifadə edəcəyimiz ədədlərə natural ədədlər deyilir. Natural ədədlər rəqəmlərin köməyi ilə yaranır. Mən sizi izah etdikcə, siz də özünüzü qeyd edin dəftərinizdə. Çünki həm göz yaddaşınızda, həm də siz onu yazaraq daha yaxşı dərk edəcəksiniz. Qeyd etdiyimiz kimi, natural ədədlər rəqəmlərin köməyi ilə yaranır. Rəqəmlər nədir bəs? Bu zaman rəqəmlər. Rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 9. Rəqəmlərimiz bu saylardır. 0-dan 9-a qeyd etdiniz. 0 natural ədəd sayılırmı? Xeyr, təbii ki, natural ədəd sayılmır. Biz bu zaman belə qeyd edirik. 0, 0. Natural ədəd deyildir. Mən biraz burada ilan qurbağadan yazdım. Siz fikir vermeyin. Siz öz qeydinizi aparın ki, 0 natural ədəd deyil. Daha sonra belə bir sizə qızıl qayda izah edim ki, rəqəmlər həm də ədəddir. Bu rəqəmlər həm də ədəddir. Məsələn, mən sizə deyəcəm ki, bir ədədini seç və yaxud da ki, 2 ədədindən 3 ədədini topla. Görürsünüz, ədəd deyirəm və eyni zamanda rəqəm qeyd edirəm. Ancaq mən, məsəl üçün, 12, 23, 55, 105 və yaxud da ki, və s. istədiyiniz 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli, 5 rəqəmli ədədi qeyd etsəniz belə, siz deyə bilmərsiniz ki, məsəl üçün 23 rəqəmi, elə bir şey yoxdur. Biz onda belə bir qayda çıxardaq ki, rəqəmlərimiz həm də ədəd, ancaq ədədlərimiz isə yalnız ədəddir. Belə qeyd etdim ki, yəni biz bütün rəqəmlərə ədəd deyə bilirik. Ancaq bütün ədədlərimizə rəqəm deyə bilirik. Məsəl üçün, dedik axı, 0-da, 1-də, 2-də bunlar da ədəd sayılır. Ona görə belə bir qayda çıxır ki, biz bütün ədədlərimizə, bunlar da ədəd sayılır, ədədlərimizə rəqəm deyə bilmirik. Bir qisminə deyə bilirik. Məsələn, 0-a, 1-ə, 2-yə, 3, 4, 5, 6, 7, 8, 9 və s. Ancaq bütün tək və cüt ədədlər nədir? Tək ədədlər sonu 1, 3, 5, 7, 9 ədədləri ilə bitən ədədlərimiz tək ədədlərdir. Belə bir qayda çıxardaq ki, ikiyə qalıqsız bölünməyən, yəni hər zaman qalığı olan ədədlər tək ədədlərdir. Ancaq cüt ədədlər nədir bəs? Cüt ədədlər. Sonu 2, 4, 6, 8 və 0 ədədi ilə bitən ədədlər isə cüt ədədlərdir. Yəni, ikiyə qalıqsız bölünən ədədlər. Yəni, qalığı qalmır. Onda bu zaman bunlar cüt ədədlərdir. Daha sonra mən sizə sadə və mürəkkəb ədədləri izah edəcəm. Sadə və mürəkkəb ədədlər nədir? Sadə ədədlər 2 böləni olan ədədlərdir. Yəni, bir özünə, bir də 1-ə bölünən ədədlərdir ki, bu sadə ədədlərdir. Sadə ədədlərimiz hansılardır? Yeganə bu qaydanı qeyd edin. Yeganə sadə ədəd, yəni cüt sadə ədəd 2-dir. Yeganə sadə, ancaq cüt ədəd 2-dir. Qalan cüt ədədlərimizin hər biri mürəkkəb ədəddir. Çünki 3 böləni var. Əgər 2 böləni varsa bir ədədin, deməli bu sadə ədəddir. Daha sonra digər ədədlərimiz, məsəl üçün, elə tək ədədlərimiz var ki, o zaman deyəcəksiniz ki, ay müəllimə, bəs tək ədədlər hamısı sadə ədəddirmi? Xeyr, təbii ki. İndi sizə bir ədəd deyim. 27. Tək ədəddir, hə? Sonu 7 ilə bitirdir. Ancaq mən buna qeyd deyə bilmərəm ki, bu sadə ədəddir. Çünki bu həm 3-ə bölünür, həm 1-ə bölünür, tərs yazdım yerini, həm 9-a bölünür, həm də özünə bölünür.
Yəni bu ədədin gördüyünüz nə qədər ədəd böləni? 1, 2, 3, 4. 4 dənə böləni var. Mən buna necə sadə ədəd deyə bilərəm? O zaman belə bir qayda çıxır ki, sadə ədədlər həm tək də ola bilər, yəni bütün tək ədədlərimiz sadə ədəd deyildir. Yəni onda biz təbii ki, baxacağıq, hansı sadədir və yaxud da ki, sadə deyil, qeyd edəcəyik. Daha sonra mürəkkəb ədədlər. Mürəkkəb ədədlər nədir? 3 və daha artıq böləni olan ədədlərdir. Bax, məsələn, bu ədəd. Bu ədəd mürəkkəb ədəddir. Çünki bunun 3-dən artıq böləni var. Mürəkkəb ədədlər və belə qeyd etdim ki, bütün cüt ədədlərimiz mürəkkəb ədədlərdir. Ancaq bir istisnamız var. Biz nə demişdik? Demişdik ki, 2 ədədimiz yeganə cüt ədəddir ki, sadə ədəddir. Qalan bütün cüt ədədlərimiz isə mürəkkəb ədəddir. Bax, bunları qeyd edin. Daha sonra bəs belə bir sual çıxır. 1. Sizcə sadə ədəddir, yoxsa mürəkkəb ədəddir? Yəni, siz özünüz qeyd edin ki, 1 nə sadə ədəddir, nə də cüt ədəddir. Çünki 1-in elə bir böləni var. Yox. Yəni, 1-in birdən başqa böləni yoxdur. Biz demişdik, yaxı sadə ədədlərimiz 2 böləni olmalıdır. Yəni, bir özünə bölünməlidir, bir də 1-ə bölünməlidir. Ancaq 1 elə özünə bölünür. Bu qədər. Yəni, ona görə bir böləni olduğuna görə bir nə sadə ədəddir, nə də mürəkkəb ədəddir. Belə bir sualda qeyd edim. 0, bəs nə sadədir, bəs sadədir, yoxsa mürəkkəbdir? Belə bir qeyd verim ki, sizə bu sualı 0-a vermək özü belə yanlışdır. Çünki 0 dedik ki, natural ədəd deyil heç. Qaldı ki, mürəkkəb və yaxud da ki, sadə olsun.